Badımcan babasilin dərmanıdır. Ay qardaş, sənin də babasilin varsa, babasil ağrıların olursa, çölə gedəndə, oturanda, duranda əziyyət çəkirsənsə, mənə diqqətlə qulaq as. Sənə heç kimin deməyəcəyi xalq təbabətində babasilin badımcanla müalicə üsulunu deyəcəm. Amma əvvəlcə ekrandakı ürək zat və profilin üzərindəki süsəgələ işarəsinə toxun. Biraz gülməli gələ bilər, amma elə deyil. Deməli, badımcanın uclaq hissəsini, o göy hissəsini, saplağın götürürsünüz birin birə nisbətdə. Yəni bir ədəd badımcana bir stəkan su. 10 dənə badımcanı götürürsünüz badımcanın qabığında, qulpun. 13 stəkan suyu tökürsünüz, 15 dəqiqə qaynadırsınız. Gündə 2 dəfə 1 stəkan səhər və axşam yeməyindən sonra içirsiniz. 3-cü günün sonunda fərqi hiss eləyəsiniz. 5-ci günün sonunda çox müsbət nəticə alasınız. Artıq 10 günün sonunda çox fərq hiss eləyəsiniz. Yəni bu qədim Çin təbabətindən gəlir. Bu cür faydalı videoların davamı üçünsə məni mütləq takip edin ki, hər zaman sağlamlığınızın qeydinə qalan əzacınız Baloğlanla sağlam qalasınız.